Məclisimizdə əhl-i şiədən olan tanışlarımız da var. Sual verdilər ki, nə üçün əhl-i şiənin bir çoxu sizin xətrinizi çox istəyir? Bu üç hədisdən bizə aydın olur ki, əgər biz əhl-i beyti səmimi qəlbdən, xüsusilə də Əli ibn Əbi Talib, Həsən, Hüseyin, Fatimə radiyallahu anh sevsək, Allah da bizi sevəcək. Allah da bizi sevdiyi halda nə baş verir? Əmr edir, mələklər bizi sevir və yer üzündə olan insanların çoxu qəlbində bizə qarşı sevgi əmələ gəlir. Bax, səbəb budur. Bəli, sual verə bilərsiniz ki, axı əhl-i şiədən sizi sevməyənlər də var. Bu sualın cavabı da belədir ki, kim əhl-i beyti səmimi qəlbdən sevirsə, əhl-i beyti səmimi qəlbdən sevən müsəlman qardaşını sevməyə bilməz. Əhl-i beyti səmimi qəlbdən sevən müsəlman qardaşını sevməyə bilməz. Dördüncü misal lap dəhşətdir, bu möhtəşəmdir. Bunu çox güman ki, əhl-i şiədən olan, müsəlman olan qardaşlarımız bu yerini kəsib, bütün əhl-i şiə arasında paylayacaq. Mən buna ümid edirəm. Əziz müsəlmanlar, əsas bir məsələyə toxunmaq istəyirəm. Bayaq dedim, əhl-i şiədən mənim yüzlərlə tanıdığım, məni çox istəyən, harada qarşıma çıxsa, mənə salam verən, qucaqlayan, istər Azərbaycanda olsun, istər həcc ziyarətində, Məkkədə, Mədinədə və s. insanlar var. Şeyx Abbad Hafizahullahın rəyi, bu da orta, ən doğru rəyidir. Zahirən gördün ki, adam şirk edir və salam. Müşrikdir. Zahirən gördün ki, adam şirk edir və salam. Müşrikdir. Bu dünyada. Ahirətinə hüküm vermirsən ki, o əbədi cəhənnəmlik. Elə bil ki, qardaşların bir 90% elə bil qaziyə çevrilir. Onu deyir, mən onu demək istəyirəm ki, elə eləməyin. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilirsən ki, müşrikdir. Amma ahirət hökmünü sən direkt verəməzsən, o qalır, qazi varsa, el məhli varsa ona qalır. Sən dünya hökmünü versən, müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilirsən ki, müşrikdir. Amma ahirət hökmünü sən direkt verəməzsən, o qalır, qazi varsa, el məhli varsa ona qalır. Sən dünya hökmünü versən, müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir. Müəyyən bir adamın kafir olduğuna hökm vermək üçün buna dair qoyulmuş şərtlər bir araya gətirilməli və maniyələr aradan qalxmalıdır. Bu hökmü də yalnız alimlər və qazılar verə bilər. Şeyxin sözü burada tamamlanır. Bugün də biz qərara gəldik ki, sizə müxtəsər şəkildə həmin şərtlər və maniyələr haqqında danışaq. O alim deyil axı. O dəvətçidir və çox gözəl dəvətçi. O dəvətçidir və çox gözəl dəvətçi. Xətaları var. Kim xətasız insan olmur ki? Xətaları var, nə olar? Ancaq çox gözəl dəvətçidir. Ancaq çox gözəl dəvətçidir. Ondan da güclü dəvətçi Teymur Paşa. Onu da görsən hərdən bir orada Məhəmməd Xatirlə və s. xətaları var. Amma ki, o dövlət üçün, o cür dəvət aparmağın o yeridir, özləri bilər. O dövlət üçün, o cür dəvət aparmağın o yeridir, özləri bilər. Xüsusən də hoca Mustafa İslamoğlu'nun çox gözəl vaazları var. Onu dinləyəndə adam ağlamaya bilmir. Baxır, həqiqətən də insana təsir edir. Qəlblərə yol tapar onun sözləri. Əlbəttə ki, o dəvət etdikdə, vaaz verdikdə Allahın, Peyğəmbərinin, onun sahabələrinin həyatından, onların dediklərindən vaaz verir deyə Allah Subhanahu Teala o dəvətə, o vaaza bərəkət verir. Allahdan istəyirəm ki, Allah sizin o Hilal TV-nizə bərəkət versin. Bütün dünyaya yayılmasın. Afrikada, Amerikada, Avropada, hər yerdə sizin gözəl-gözəl söhbətlərinizi dinləyənlər olsun.